avtomobilinizə bu cür hidravlik qaldırıcı, yəni danqrat alacaqsınızsa da, qutunun üzərindəki yazılara və bir də detalın üzərindəki yazılara fikir verin. Orada hidravlik qaldırıcının maksimal nə qədər qaldıracağı və hansı hündürlüyə qədər həmin əraziyə girə biləcəyi yazılıb. Burada da qeyd olunub 140 milli, 387 millimetr. Detalın ağırlığına və qalınlığına da fikir verin. Detal nə qədər ağır və qalın olarsa, bir o qədər keyfiyyətlidir. Bu cür məhsullar alarkən əlavə qoruyucusu olan məhsullara üstünlük verin. Qoruyucu nədir? Tutaq ki, avtomobili hidravlik qaldırıcı ilə bu hissəyə qədər qaldırmışıq. Daha sonra isə əlavə qoruyucunu çəkmişik. Birdən hidravlik qaldırıcıda nasazlıq baş versə, yəni öz-özünə yükün ağırlığını saxlaya bilməsə, buraxsa, artıq o qoruyucu işə düşüb müəyyən yerdə həmin qaldırıcını saxlayacaq. Təbii ki, bu sizin və avtomobilinizin 100% təhlükəsizliyini təmin eləmir. 100% təhlükəsizliyini təmin eləmək üçün əlavə tədbirlər də görməlisiniz. İstifadə edənlərin çoxusu bunun içərisində yağ olduğunu bilmir. Onun içərisindəki yağlar mütəmadi şəkildə dəyişdirilməlidir. Dəyişdirilməsə nə baş verəcək? Yağ keyfiyyətini itirəcək. Keyfiyyətini itirmiş yağ da detalları yaxşı yağlamayacaq. Ona görə də adi yağ qutularının üzərinə baxanda son istifadə tarixi və istehsal tarixi yazılır.